Salam əziz dostlar, sizinlə Ağayçin Əzimovdur. Yeni ilinizi və Dünya Azərbaycanların həmrəylik gününüzü səmimi qəlbdən təbrik edirəm. Sizə sağlam və varlı həyat arzu edirəm. Arzu edirəm ki, hamımız həmrəy olaq. Əsas işinizdə qalmaqla, əlaqə qazanc sizi də maraqlandırırsa, diqqətli olun, videonu axıra kimi izləyin. Mən Get My Ads şirkəti haqqında danışacağım. Bunun mənası mənim elanlarımı almaq deməkdir. Get My Ads bir reklam şirkətidir. Reklam deyəndə bütün gün internetdə reklam izləmək, hər hansı bir reklamı tıklamaq başa düşülməsin. Şirkətin belə bir məqsədi yoxdur. Aydın olsun deyə bir qədər reklam bazarından məlumat verim. Bu sənaye, reklam sənayesi dünyada ən çox gəlir gətirən sənayelərdən biridir. Belə ki, biznesmenlər, iri şirkət sahibləri öz məhsullarını bazarda tanıtmaq üçün hər il milyardlarla dollar pul xərcləyirlər. 2016-cı ildə bu 650 milyar dollar olmuşdur. İnternet reklam hesabına yaşayır. Təkcə Facebook'un sahibi gənc milyarder Mark Zuckerberg 2015-ci il məlumatına görə 11 milyar dollar pul qazana bilmişdir. İnternetdən pul qazanmaq artıq çoxlarına malumdur və bir çox sadə insanlar da böyük pullar qazana biliblər. Google, YouTube, blogger sistemləri öz istifadəçilərinə reklam gəliri payı ödəməkdədir. YouTube'da çalışan blogerlərdən hətta milyon dollar qazananlar da vardır. Get My Ads 2005-ci ildə qurulmuş bir reklam şirkətidir. 2011-ci ildə ürək kimi televiziya, qəzet və jurnallarda öz müştərilərinə reklam xidməti göstərirdilər. Lakin uğurlarını bir daha çox uğur qazanmaq üçün onlar 2011-ci ildə internet reklam sektoruna girməyə qərar verdilər. Bu zaman çoxlu ortaq sisteminə yönəldilər. Get My Ads Google, YouTube, Yahoo, Facebook, Twitter, Instagram kimi əsas sosial media sistemləri və bir-birindən fərqli 74 web-sayt ilə əməkdaşlıq edir. Hər ay onlardan toptan qiymətə 12 milyon dollarlıq reklam yerlərini ucuz qiymətə alır və onu pərakəndə qiymətə, böyük şirkətlərə baha qiymətə kiraya verir. Qazandığı pulları isə öz biznes ortaqlarına, daha doğrusu sərmayəsini bölüşdürür. Beləliklə, şirkət həm öz iş həcmini artırır, həm də özünün və sərmayəçilərinin yatırımları hesabına böyük büdcə vəsaitinə malik olur. Nəticədə gəlirini də bir neçə dəfə artıra bilir. Biz də etdiyimiz yatırımlara uyğun qazancımızı ala bilirik. 2011-2015-ci illərdə bu çoxlu ortaq sistemləri həm Get My Ads-ə, həm də ortaqlarına ciddi pullar qazandıra bildi. 2016-cı ilin fevralından isə Affiliate, yəni satış ortağı proqramını da yükləməklə bütün dünyaya çıxma qərarını verdilər. Nəticədə böyük uğurlar qazanmağa başladılar. Qısa müddətdə Alex.com saytında reytingi artdı. İspanya, İtaliya, Almanya, Fransa və Türkiyədə sürətlə inkişaf etməyə başladı. Dünya birjasında WorldWeb.com saytında dəyəri 400 milyon dollara çatdı. Aylı reklam büdcəsi 12 milyon dolları ötdü. Hər ay isə öz ortaqlarına 1 milyon dollardan çox bonus ödəyə bildi. Bir daha qeyd edirəm ki, burada heç bir reklamı izləmək və ya reklamı tıklamaq tələb olunmur. Get My Ads şirkəti bizə iş ortağı olmaq şansı verir, daha doğrusu təklif edir. Hər kəs şirkətə 50 dollardan 50 min dollara kimi istədiyi yatırımı edəndən sonra ayın axırında bankomatdan pulunu götürür. Şirkət Visa, Mastercardları, bank hesabları və payr ödəmə sistemləri ilə işləyir. Yatırımları və gəlirlərin də alınması bu yolla həyata keçirir. Gedməzdə iki əsas qazanc var. Yatırım və komisyon qazancı. İndi biz yatırım qazancından danışaq. Sərmayə ortağı olmaq istəyən partnerlar minimum 50 dollardan maksimum 50 min dollara kimi yatırım edə bilərlər. Hər 50 dollar bir yatırım jetonu deməkdir. Bu jeton 600 gün müddətində geri ödəmə planına daxildir. 600 gün ərzində hər gün 1% geri ödənir. Nəticədə 600 gün ərzində 50% qoyduğumuz sərmayə 300 dollar olur. 50 dolar qoyduğumuz sərmayə 300 dolar olur. Şirkət günlük qazancımızı 2 yerə bölüb
nəqd və yatırım hesablarına toplayır. Nəqd hesabımızda 20 dolar olandan sonra Payer ödəmə sistemi ilə 300 dolar və çox olanda isə bank hesablarıyla ala bilirik. Yatırım hesabından söhbət gedəndə isə danışırıq. Yatırım hesabımızda 50 dolar olandan sonra yeni bir jeton alırıq və gündə 50 sent olmaqla aylıq gəlirimizi 15 dolar artıra bilirik. 100 dolarlı bir sərmayə ilə işə başlayan şəxs 2 jetona sahib olur. Bu gündə 1 dolar, yəni 1 dolar, bu gündə 1%, yəni 1 dolar qazanc deməkdir. Yarısı nəqd, yarısı da yatırım hesabına yığılır. Nəqd hesabımıza 300 dolar olandan sonra onu oradan götürə bilirik. Yaxud hər iki hesabı birləşdirib yeni jeton ala bilirik. Belə məsləhətdir ki, 40 jetonumuz olana kimi sistemdən biz pul götürməyək. 40 jetona isə istər dərhal, istərsə də tədricən sahib olsaq, qazancımız belə ola bilər. Gün ərzində 1%, yəni 20 dolar qazanılır, 10 dolar nəqd hesaba, 10 dolar isə yatırım hesaba toplanır. Hər ay nəqd hesabdan 300 doları götürə bilirik, yatırım hesaba isə hər 5 gündən bir toplanmış 50 dolara yeni bir jeton ala bilirik. Bu hesab 1000 jetona sahib olana kimi davam edir. Şirkət hər kəsə yalnız 1000 dolar, 1000 jetona sahib olma imkanı verir. Bu şirkətin bankrut olmaması üçün iqtisadi tənzimlənməsidir. 1000 jetona sahib olan şəxs 7500 dolar aylıq pasiv gəlir əldə edir. İndi isə biz komisyon gəlirdən danışaq. Komisyon gəlir nə deməkdir? Komisyon gəlir sistemə daxil etdiyimiz biznes partnerlara görə şirkət komisyon gəliri verir. Dəvət etdiyimiz birinci və ikinci xəttdə olan şəxslərə görə 12%, üçüncü, dördüncü xəttdə olan insanlara görə isə biz 2% komisyon alırıq. Bu komisyon isə 2 yerə bölünmür. Dərhal nəqd hesabımıza toplanır. Dəvət etdiyimiz şəxs 100 dolara 2 jeton alsa 12%, yəni 12 dolar bizim nəqd balansımıza əlavə olunar. Bizim 4 xəttimizdə olan şəxslər nə vaxt jeton alsalar, uyğun olaraq hesabımıza komisyon toplanır. Şirkət bizə heç bir şeyi məcbur tələb etmir. Əsas və vacib şərtlərdən, tələblərdən yalnız biri odur ki, biz bir neçə akaunt açmamalıyıq. Əks təqdirdə şirkət həmin şəxsin yaxud bizim qeydiyyatını ləğv edə biləcək. Heç bir üyə bulunma zorunluğu yoxdur, aylıq pul yatırma məcbur yoxdur və ürün alma məcburiyyəti yoxdur. Biz burada bunu biraz qalağa verək. İndi biz burada demək ki 50 dolar mən misal göstərmişəm burada. Bu misala uyğun biz hərəkət edək. Yəni ki burada 50 dolar pulu biz əgər yatırım etsək və onu bir ay müddətində onun qazancı bizə 7 dolar 50 sent verəcəkdir. Növbəti etapda isə biz demək ki bir ayda olan 7 dolar 50 sentim 15 dolar demək 100 günə bizə demək ki qazanc 15 dolar verir, belə deyək 50 dolar 1 ildən sonra ki qazanc 157 dolar 50 sent nəqd biz pul götürə bilərik. Yəni 50 dolar bugün qoyandan sonra biz 1 ildən sonra bizim qazancımız 157 dolar 50 sent aylıq pasiv götürə bilərik. 600 gün müddətində isə bizim qoyduğumuz 50 dolar 220 jetona çönür və 220 jeton bizə verdiyi qazanc 1635 dolar aylıq qazanc verir və 1635 dolar orada qalır. 700 demək 753 gün müddətində bizim 1000 jetonumuz olur. Həmin bu 1 jeton bizim üçün 1000 jeton yaradır və 1000 jeton bizə pasiv qazanc olaraq ayda 7500 dolar pul verir və şirkət burada bizim jetonlarımızın alınma prosesini saxlayır. Və biz bunu ikinci dəfə 100 dolar üçün prosesi nəzərdən keçirdək. 100 dolarda proses belə gedir ki,
Demek 100 dolara 2 jeton biz alırız ve hemen bizim koyduğumuz, aldığımız 2 jeton 51. günde bize 3 jeton olur. Yani yeni de bir jeton alabiliriz ondan ve bizim için demek 1 ilden sonra 365-366 gündən sonra bizim qazancımız 435 dolar biz hər ay götürebilirik ve 435 dolar sərgənədən bize şirkət jeton verir, jeton satır ve biz özümüz jeton alırıq, belə deyil. 600 gün müddətində isə 594 jetonumuz olur ve bu jeton bize verdiği kazanç aylık 4455 dolar pasif kazanç verebilir ve 4455 dolar da bize jeton satır. 53. günde ise artık biz 1000 jetona satırıq ve 1000 jetondan sonra şirket bize jeton daha satmır. Bizim aylık pasif kazancımız 7500 dolar olur ki ve 7500 dolar ise şirket özüne saxlayır ve onu bize verir. Biz her ay demek 1000 jetonla 7500 dolar pasif kazanç elde edirik ve bizim jeton daha artmır. İndi ise biz burada yeniden demek burada 1000 dolar için demek 500 dolar için demek aparat prosesi ve bu proseste bir daha size burada göstereceğim ki demek 500 dolara demek bir şirket bize 10 jeton satır ve bu 10 jetonun bize 365 günde verdiği jetonların sayı 356 jeton olur ve aylık kazanç 1000 jeton satan kimi demek 469. günde 1000 jeton satır ve bu 7500 dolar demek aylık pasif kazanç götürürük. 1000 dolar için de demek kısaca olsa da diyeyim size 1000 dolara biz demek 20 jeton alırıq birinci ayda ve bu bize verdiği kazanç 165 dolar birinci ayda kazanç verir 165 jeton alırıq ondan ve bize demek 30 günde göründüğü kimi 100 günde kazancımız olur 390 dolar ve 365 günde kazancımız 5475 dolar yani pasif kazanç olabilir bu yani ve 397. günde artık biz 1000 jetona satırız ve burada şirket daha bize jeton satmır. Bizim kazancımız 7500 dolar pasif olarak kalır. Aziz dostlar, yani bu jetonlarla bağlı size izah edelim. Yani bugünleri 50 dolar pulu sermaye grubu ve ilmi axırında gözləyəndə bu tələbələr üçün ve çok insanlar için bu çok böyük bir fayda verebilir. İndi ise aziz dostlar birbaşa bir back-office'imize daxil ve burada mən sizə demək bu bütün məlumatı burada da bir daha incəliyə göstərir. Gördüğünüz kimi bu mənim demək birinci səhifədir. Burada demək göstərilir ki 26 nəfər mənə birinci səviyyəmdədir, ikinci səviyyədə 11 nəfərdir. Demek bu 15 token alır ve her token'e bana 6 dolar şirket verip 90 dolar edir. Bu kazanan 90 dolar birbaşa bu demek sarı yere 100 bura koyulur, birbaşa ne çıkarabileceğim yere koyulur ve bu 44 dolar ise benim öz tokenlerimin kazandığı puldu ki 44-45 günde bana her gün 1 dolar kazanç verip de hemen bu kazanılan puldu. Gösterilen demek 22 dolar ise demek benim kazancım 44 doları yarısını 22 sağa yarısı sola koyuptu. 134 ise bunların cəmidir. Cəm formada yani 90 dolarla demek 44'ün cəmi 134 benim demek opşi kazanç burada yazdı. 112 dolar ise benim nəqd götürebileceğim puldur. Yani ben bu pulu istediğim vaxt götürebileceğim. 22 dolar ise ben götürebilmirəm. Onu ancak ben demek yeniden jeton almalıyım. Şirket buna ki bu iş proses geçsin. Ve benim vəzifəm burada demek 2 tokenli bir ulduzlu demek reklamçıdır. Böyle. Ve burada gösterilen ikinci yerde ben demek burada daxil oluram. Bu benim tokenlerimi ise göstermek istedim. Demek bu sayta daxil olsun yeniden ve gözlerine çıkır. Demek burada gördüğünüz gibi aziz dostlar benim tokenlerimi düğmesini sıxıram ve burada gördüğünüz gibi tokeni açıldı ve burada ayın 16'sında ben qeydiyyatdan keçmişəm, daha doğrusu pul token almışam. Demek burada 7 saat ancak akşam bizde saat 11-12 aralarındaydı ve kazandığım pullar görürse 11 ve 11 demek sağ solları hərəsində 22 hesabıyla. Ve kasir düğmesi yani pulunca çıxartma meselesi. Gördüğünüz gibi burada 112.38 cent koyuyorum. Ben bunu çıxarda bilərəm. Ben bunu çıxartmıram ki ve bu çıxardığı usullarda bu bank hesabları ve pay hesabıyla
gözü pay hesabıyla çıxartmaq mümkündür. Olur və dostlar çıxar, mən gələcək bu roliklərsə çəkərəm və çoxlu buna aid videolar vardır. Mən 40 jitonların kimi hələ ki pul götürmək istəmirəm. İstəyirəm ki, yenidən bu pula jiton alım və bunu da video çəkib sizə göstərəcəyəm əziz dostlar. Narahat olun buna görə. İndi isə biz yenidən qayıdırıq öz əvvəlki səhifəmizə. Demək, burada bir daha mən istəyirəm ki, sizin referal linklərinizi sizə göstərim. Yox, demək burada mən bayaq izahlədim ki, demək worldweb.com saytında bunun 4 milyon dollara yaxın, zaten 394 milyon dollardır bu saytın qiyməti. Yəni ki, bunu dünya birjasında artıq bunun reytingi çox qabağa getmişdir və bunu artıq tanıyırlar və sürətlə inkişaf etməyə başlayıb fevral ayından bu tərəfə. Yəni 394 milyon dollar bu demək sayta qiymət verildi. Hansı bir şirkətin saytını birə sonra qoysa biləcəksiniz. Bu yenə Alex.com saytında bu reytingdir. Demək fevral ayının ortalarından inkişaf edən başlayıb sürətlə yuxarı qalxmağa başlayıb və gəlibdir. Artıq 706-cı demək yerdə dayanıbdır. Və bu dediyim kimi bir neçə ölkədə onun demək reytingi İspaniya, İtaliya, Germaniya, Fransa və Türkiyədə gördüyünüz kimi sürətlə inkişaf etməyə başlayıb və müəyyən faizlərin burada göstərilir. Bir daha qayıtıb biz back ofisimizdə bu göstərmək istədimsə burada bu artıq Hind dilində əlavə edildir. 7 dil vardı və bir də Hind dilində əlavə edildir ki, bütün bu dillərə təqdimat var, video təqdimat verilir və siz öz dostlarınıza, yoldaşlarınıza bu məlumatı vermək istəsəniz, məsələn hər hansı bir dildə olan yoldaş tanışları olanda burada gəlib bu link, bu referral linki göndərə bilərsiniz. Burada müxtəlif dillərə hansı dildə yazılıbsa o dilə göndərsəz, həmin dildə və video təqdimat göstəriləcəkdir. Və rahatlıqla orada bütün tam izahat verilir və insan bunun haqqında məlumatı, doğru məlumat ala bilər. Evet əziz dostlar, indi isə mən söhbətimi tamamlamaq istəyirəm. Şirkətin iş planı və onun qazanc planı mənə qərar qəbul etməkdə kömək etdi. Bu iş sizə də uyğundursa, xoşunuza gəlirsə, komandamıza daxil ola bilərsiniz. Komandamızda olan hər şəxsə hər cür kömək edib yol göstərməyə hazıram. Sizi maraqlandıran bütün suallarım Skype və WhatsApp vasitəsilə cavab verə bilərsiniz. Qeydiyyat linkini və əlaqə vasitələrini videonun altında görə bilərsiniz. Video xoşunuza gəlsə bəyəndim işarəsini vura bilərsiniz. Əgər abunə ola bilərsiniz və sağ olun, Sirli Ağaysen Əzimov idi.